Dostlar, biz bugün sizinle fizik ve kimya hadiseleri izah edeceğiz. Çok uzatmadan öğrendiyse tatbik edin ve yoxlarına keçək. Deyək, hansı halda fiziki hadisə, hansı halda kimyavidir? Sudan oksigen alınması, suda formulu var. Deməli, bu kimyavidir. Havadan oksigen alınması, hava formulu var. Xeyr, deməli, elə B variantıdır. Cavabınızı əsaslandırın. Dediyim kimi suda H2O-dur. Amma məsələn havada desəz ki, oksigen var, deyərəm azot var. Desəz ki, azot var, deyərəm hidrogen var, oksigen var, karbon var. Amma karbon qazı var. Yəni karbon bərk halda olandır. Yəni bunu da əsaslandırdıq. Yeməyin bişməsi və odun yanması hadisələrində və davam etmə şərhlərini izah edin. Deyək ki, yeməyin bişməsi və odun yanması hadisələrin başlama və davam etmə yemək məsələn yemək adi qayğanaq deyək. Yumurtanı qırırsınız. Bax bu yumurtadır. Bir də odun. Odun adi durduqda heç nə olmur. Amma bu getdi yeməyə çevrildi. Yeni maddə aldı. Elə məsələn, elə insanlar var ki, çiğ yumurta yeyə bilmir. Amma elələri var ki, onu qaynadır və ya bişirir, yeni maddə alır, onu yeyir. Odun var. Odunu əlinizi tutduqda ya da vurduqda heç nə olmur. Amma odun isindikdə isə orada istiliyin ayrılması var. İstiliyin ayrılması məsələn elə burada verilir. Məsələn burada da verilir. Kimyəvi hadisədir. Orada əlinizi qoyduqda və ya əlinizi basdıqda əliniz yana bilər və ya əliniz hasar ala bilər. Ona görə bu da yeni maddə alınır. Keçək o bir öyrəndiklərinizi yoxlayın. Kimyəvi hadisə fiziki hadisədən nə ilə fərqlənir dedik. Kimyəvi hadisədən tərkib dəyişir, həm tərkib dəyişir, həm də görünüş. Fiziki hadisədə yalnız tərkib dəyişmir, yalnız görünüş dəyişir. Fiziki hadisə qarın yağması və suyun tutuşması kimyəvidir. Suyun donması, elə qarın yağması da, çünki elə qarda, suda, havada olan H2O-da, hamısının tərkibi H2O-dur. Qurğuşun əriməsidir. Kömürün yanması da getdi. Cavab 1, 1, 2, 5. 1, 2, 5. Əhəng daşın parçalanması, kalyum oksidi və karbon qazanmasını yazın. Əhəng daşının parçalanması, kalyum oksid, yəni oksid. Kalyum dioksid olsa CO, yəni kalsiyumu plus CO2. Deyir ki, elə bu reaksiyon yazın. Elə bu da bərabərdir. Elə əhəng daşın parçalanması budur. Yəni elə bir burada belə deyir də. Məsələn, əhəng daşın parçalanması kalsiyum oksid. Kalsiyum nədir? Oksid o. Kalsiyumu üstəgəlinizin karbon qazı CO2. Bu reaksiya elə budur. İndi gəlin buradan baxaq görək bu verilibmi? Deməli, deyəsən verilməyib. Amma yəni sizə burada kömək eləyib. Deyir ki, kalsiyum oksid və karbon qazı elə burada yazarsınız əhəng daşın. Əhəng daşın. Keçək o bir izaha. Şəkildə fizik və kimya hadisə təsvir. Baxın, günəşin məsələn, odunun yanması burada kimyəvidir. Odunun kəsilməsi fizikidir. Yeməyin bişməsi kimyəvidir. Qara tüstünün çıxması kimyəvidir, yəni mühərriyin işlənməsi. Orada reaksiya girir. Sonra buludun əmələ gəlməsi fizikidir. Sonra elə yəni bu qədər. Ümid edirəm başa düşdünüz. Bu dərsdə yəni ümid edirəm başa düşmədiyiniz yer qalmadı. Bu dərsimiz bu qədər. İnşallah gəlin görüşlərdə görüşərik. Sağ olun, Allah'a emanet.